Ağstafa rayonunun Dağkəsəmən kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar bölgənin minilliklər əvvəlinə uzanan tarixini yenidən gündəmə gətirib. Əkin sahələrinin arasında yerləşən Ağalıqtəpə yaşayış yerində Azərbaycan-Almaniya birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən geniş miqyaslı tədqiqatlar aparılır. Alimlər hesab edirlər ki, burada əldə olunan tapıntılar bölgənin erkən dəmir dövrü tarixini daha aydın şəkildə ortaya qoyacaq. Ağalıqtəpə yaşayış yeri öz ərazi tutumuna görə və indiyə qədər toxunulmamış qaldığına görə unikallıq baxımından seçilir. Əldə etdiyimiz radiokarbon analizlər nəticələri bizim təxmin etdiyimiz nəticələrlə üst-üstə düşür, uyğundur və bütün bunlar onu göstərir ki, Ağalıqtəpədə Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində yerləşən bu möhtəşəm abidədə qədim insanlar eradan əvvəl 8-ci əsrin əvvəlindən 6-cı əsrə qədər yaşamışlar və burada öz istehsal ocaqlarını qoymuşlar. İlk mərhələdə 200 kvadrat metr sahədə qazıntılar aparılıb. Hazırda ümumi tədqiqat sahəsi 300 kvadrat metrə çatdırılıb. Torpağın 80 sm dərinliyinə qədər enən qazıntılar zamanı maraqlı tikili qalıqlar üzə çıxıb. Çiy kərpicdən inşa edilmiş əsasən düzbucaqlı formalı tikililər diqqət çəkir. Bəzi divarlar qoşu örgü ilə tikilib və arası torpaqla doldurulub. Ərazidə iri təsərrüfat küpləri, orta və böyük həcmli quyular, ocaq yerləri, müxtəlif keramika nümunələri, metal və sümük oxuculuqları, iy başlıqları, möhür və çıxarlar aşkar edilib. Qabaqcıl elmi tədqiqat metodlarına əsaslanaraq qazıntılar təşkil edilib. Başlıca istiqamət erkən dəmir dövründə bölgədə əhalinin populyasiyası, yer dəyişmələri, istehsal ocaqlarının tapılmasıdır. Azərbaycanlı həmkarlarımızla tədqiqatlarımız gələn ildə davam etdiriləcək. Tapıntıların analizləri Almaniyanın qabaqcıl texnologiya malik laboratoriyalarında həyata keçirilir. İlkin müşahidələrimizlə abidənin ərazisində məskunlaşmanın eramızdan əvvəl 8-ci, 5-ci əsrlərdə mövcud olması müəyyən edilib. İnsan sümükləri konkret qəbir kameralarından tapılıb və fərqli yaş mərhələlərinə aiddir. Bu sallama qəbirlərin eyni dərinlikdən tapılması, eyni istiqamətdə dəfnlərin həyata keçirilməsi maraq doğurur. Alimlər bildirirlər ki, tikililərin sıx yerləşməsi burada nəsil tayfa birliklərinin və patriarxal ailələrin kompakt şəkildə yaşadığını deməyə imkan verir. Qazıntılar davam etdirilir. Hər yeni tapıntı isə bu bölgənin qədim tarixinin hələ tam açılmamış səhifələrini bir qədər də aydınlaşdırır.